Salam dostlar, dəyərlənmə mövzusunu tez sizlərlə paylaşmaq istəyirəm. Deməli, əslində dünəndən söz vermişdim, çəkiliş edə bilmədim. Dünyanın siyasi xəritəsində əsasən tapşırıqları yerinə yetirin A xəritəsində rəqəmlərlə qeyd edilən ölkələri səhifə 45-də verilən C xəritəsinə əsasən cədvəldəki kimi qruplaşdıraraq adlarını yazın. Deməli, əhalinin artım göstəricinə görə ölkələr sıfırdan aşağı 5 rəqəmi Yaponiyadır, 10 Rusiyadır. 0.1-lə deməli 0 və 1% arası Norveç və İtaliyadır, eləcə də Böyük Britaniya və Kanadadır. Amma 1-3, yəni təbii artım biraz daha çox olanlar Efiopiya, Pakistan, hətta deyərdik ki, yəni inkişafda olan ölkələr Çad və Meksikadır. İkinci sual, A xəritəsində rəqəmlərlə qeyd edilən ölkələri B və C şəkillərinə uyğun qruplaşdırın və bunun üçün də səhifə 47-də verilən həminki o D xəritəsindən istifadə edin. D xəritəsinə özünüz baxacaqsınız. Mən tələsik çəkirəm. B xəritəsindəki əhali daha çoxdur. Efiopiya, Pakistan, Çad. C xəritəsindəki əhali daha çoxdur. Norveç, Kanada, İtaliya, Meksika, Yaponiya, Rusiya və Böyük Britaniya. Tapşırıqlar bu qədər.